PSG-ni finalda gözləsəm də Arsenalı gözləmirdim. Amma baxımlı futbol oynamayıb uğur qazanan çox komandalar var. var. İndiyə kimi itəməz. Yəni Arsenal PSG qədər hücumu güclü olan bir komanda ilə qarşılaşmamışdı. Futbolun NBA-yi də Elədir, İngiltərə Premyer Liqası. Bu klubun biraz genetikasında tarix yazmaq var. Kvara, Əşrəf Hakimi sadəcə PSG-nin görünən fiqurlarıdır. 51-49% deyəlim ki, Arsenal qələbəni daha çox istəyəcək. Biz futbol yox, fəlsəfə görəcəyik. Sokratdan Ramstaddan gətirəcəyik ki, Arsenalın çempion olmasının səbəbi Arsenalın güclü olması deyil. Ona kifayət edəcək mənəcə ki, qızıl topu götürməyə. 2-3 dənə zərbə məşqçisini deyə bilərəm ki, onun haqqıdır. Arteta müdafiədə deyəcək getməyin qabağa. Getməyin qabağa. Çünki 2-3 dənə zərbəsi yeganə yoludur Arsenal. Bu gün məsəl üçün Juventus və Interin vəziyyəti necədirsə, İtaliya millisinin vəziyyəti də həmin cürdür. İtalyan futbolu fanatları keçmişdən fanat olanlardır. Salam dəyərli izləyicilər. Topal podkastının növbəti buraxılışında xoş gördük sizləri. Bu gün mövzumuz dünya çempionatı yox, UEFA Çempionlar Liqası olacaq. Bildiyimiz kimi bu həftə UEFA Çempionlar Liqasının möhtəşəm finalı Arsenal və PSG klubları arasında keçiriləcək. Bu gün verilişimizdə qonaq yoxdur, özümüz danışacağıq, səmimi müzakirə edəcəyik. Bizi izləmədə qalın. Və verilişimizdə bu gün həm məndən bir yerdə həm Həsən, həm də Təhməz iştirak edəcək. Hər biriniz xoş gəlmisiniz. Çox sağ olun. Xoş gördük. Təhməz, nə fikirləşirik bu il Çempionlar Liqasının finalı barədə? Ümumiyyətlə gözlədiyin kimi oldu mu final? Yəni bu klubları finalda gözləyirdin? Murad, düzün deyim ki, mən PSG-ni finalda gözləsəm də Arsenalı gözləmirdim. Gözləmirdim. Arsenal mənim üçün bir qədər sürpriz oldu. Baxmayaraq ki, İngiltərə Premyer Liqasında hər sezon medallar onda mübarizə aparır, amma biz bilirik ki, yəni statistikaya nəzər salanda son 70 il ərzində bu klub yalnız bir dəfə final oynamışdı. Bu ikinci final olacaq. 2005-2006 sezonunda olan qarşısında məsələn Barselona, Messili Barselona kəsdi. Finalda 2-1 hesabı ilə qalib gəldilər. İndi düz belə deyək, 20 ildən sonra bu klub yenidən final vəsələ qazandı. Bu dəfə qarşısında İspan rəqibi olmasa da rəqibinin baş məşqçisi İspan olacaq. Komanda da biraz İspaniya komandasına oxşuyurdu amma sözünü açığı. Taktikası, oyun sistemi, biraz çox oxşarlıq var. Bənzərlik çox var. Fikir versək, nəzər yetsək görəcək. Qısa bir müddət ərzində PSG-nin oyunu sanki bir belə deyək də Barselonanın bir digər bir B variantıdır. Baxmayaraq ki, Luis Enrique özündən əvvəl sələflərindən müqayisədə PSG-ni toplamaq üçün, qurmaq üçün çox vaxtı olmadı. Amma qısa bir zamanda ulduzlar olmasa da belə gənclərdən ibarət çox yaxşı, möhtəşəm bir komanda qurdu. Onun nəticəsi idi ki, keçən sezon məhz PSG Çempionlar Liqasını götürdü. İndi bu ildə yenə finaldadır. Mənim üçün bu cütlüyün favoriti PSG-dir. Yəni bunu da indi növbəti söhbətimizdə açıqlayacağam. Mən də elə fikirləşirəm. Əslində hamı elə fikirləşir ki, əsas favorit PSG-dir. Amma indi burada Həsən də eləşib. Və mən bildiyim qədər formasını da geyindiyim üzrə Arsenal favorit hesab edirəm. Çünki Təhməzin dediyi kimi 2006-dan bəri Arsenal böyük bir struktur qururdu. Yəni o finalda məğlub olandan sonra bir lənətlənmiş dövr oldu. Zədələr, finallarda məğlubiyyətlər, hətta Unai Emery finallarda həmişə qalib gələn məşqçi Arsenalın uduzdu, Bakıda uduzdu. Ona görə bu Arteta ilə başlayan strukturun neçə ildir qurulmasını mən məntiqi sonluğunu böyük uğurlarda görürəm. Yəni düzdür, adətən deyirlər ki, baxımlı futbol oynamırlar. Amma baxımlı futbol oynamayıb uğur qazanan çox komandalar var. Bunlardan Yunanistan 2004, Mourinho'nun Chelsea, Inter elə Mourinho'nun. Yəni müxtəlif komandalar müdafiə futbolu oynayıb, kompakt futbol oynayıb, oyunu bağlamaqla nəticə ala biliblər. Ona görə futbolun fəlsəfəsi cəhətdən baxsaq, mən düşünürəm ki, yəni Arsenalın qalib gəlmə şansı PSG-dən daha çoxdur. Deyəsən maraqlı fakt var ki, Arsenal bu finala gələnə qədər heç bir oyun uduzmayıb. Lider kimi gəlib. Lider kimi gəlib. Qrup mərhələsində də lider, liqa mərhələsində də lider olur. Və hətta yəni bu yarımfinalçı Bavariyanı liqa mərhələsində 3-1 məğlub eləmişdi Arsenal. İndi ola bilər çox adamın yadında qalmayıb çünki sezon əvvəli idi. Yeni oyun olaraq da üstün oynamışdı Bavariyadan. Yəni indi çox adam düzdür deyir Arsenal müdafiə məsələsi, amma bir məsələ də var ki, yəni mən elə fikirləşirəm, bu mən şəxsi bilmirəm nə qədər razılaşarsınız. İndiyə kimi itəməz. Yəni Arsenal
PSG qədər hücumu güclü olan bir komanda ilə qarşılaşmamışdı. Bilmirəm, bəlkə mən unutmuşam, üzr Bəli, istəyirəm. tamamilə Unutmuşamsa razı. izləyicilər inşallah bizə xatırladar Hücum xətti PSG qədər güclü olan güclü komanda ilə məncə qarşılaşmamışdı indiyə qədər. Tamamilə doğru Murad. Deməli bir maraqlı digər statistika nədən ibarətdir. Yəni burada PSG-nin Arsenaldan üstün olacağını mənim fikrimcə, yəni təsdiqləyəcək 2 dənə faktor var. 2 isim var, ad var. Onlardan biri Luis Enrique'dir. Luis Enrique bilirik ki, 2015-16 sezonunda Barcelona'nın Çempionlar Liqasını artıq qazanmış bir mütəxəssisdir və ən yaxın keçmişdə keçən il bunu PSG ilə qazandı. Bir də həmin heyətdir, yəni çox az dəyişiklik var. Söz və qüvvət, bəli, tamamilə doğru. Yəni qalib heyət dəyişdirilməz belə deyiminə sadiq qalaraq Luis Enrique keçən il Çempionlar Liqasını qazanandan sonra komandada hər hansı bir belə deyə ciddi dəyişiklik eləmədi. Nə ulduz futbolçu gətirdi, nə göndərdi. Keçən il Çempionlar Liqasını qazanan heyəti demək olar 100% qoruyub saxlamağı bacardı. Bir Donnarumma idi, onun yerinə Safonovdu. Bəli, məncə Safonov daha indi ondan daha inamlı təsir bağışlayır. Belə deyək, müqayisə eləsək bəlkə də Donnarumma güclüdür Safonovdan, amma məncə Safonov PSG-nin heyətinə bu sırf ayaqla oyunu bacarığına görə daha çox oturur. Yəni həm daha də tez uyğunlaşdı fikir verilsə. Çox tez uyğunlaşdı. Hə, ona görə də yəni bütün bu statistikada və Luis Enrique amili də onu göstərir. Mən digər məsələyə diqqət yönəltmək istəyərdim. İkinci adı bizə maraqlıdır Əhməd. Hə, ikinci ad Kvaratskhelia-dır. Yox ki, PSG-nin heyətində Kvaratskhelia ən güclüdür. Yox, ona görə yox. Burada başqa bir məqam var. O məqam nədən ibarətdir? Deməli biz bilirik ki, Arsenalda da, demək olar ki, heyətin hamısı, PSG-də də o heyətin hər biri, bütün oyunçular dünya çempionatına yollanır. PSG-də bu oyunçu bir dənə demək Kvaratskhelia getmir. Kvaratskhelia da biz bilirik ki, Çempionlar Liqasında bu sezon PSG-nin heyətində ən çox qol ötürməsi, yəni qolda iştirak edən oyunçudur. Bəlkə də PSG tarixində yeganə oyunçudur ki, bu bir sezonda bu qədər qol epizodunda, yəni iştirak edib adam və Kvaratskhelia dünya çempionatına yollanmadığı üçün mənə elə gəlir ki, məsələn, Arsenalın və Paris Saint-Germain digər oyunçularla müqayisədə bu insan finalda bütün var gücünü qoyacaq ortaya. Zədələnmək bahasına da olsa, nəyə də bahasına olsa bunu eləyəcək. Çünki məsələn Arsenalda saya bilərik oyunçuları, məsələn Danimarkadan olsun, Norveç millisin üzvü olsun, Braziliyalı və digərləri. Onlar məsələn Norveç 98-ci ildən bu yana kimi dünya çempionatına vəsələ qazanmırdı. Norveç millisinin üzvü var orada, Odegaard. Odegaard məsəl üçün mənə elə gəlir ki, yəni psixoloji amil burada üstünlük təşkil edir. Sözümü nəyə gətirirəm? Ehtiyatını qoruyacaq. Ehtiyat qoruyacaq ki, o 28 ildir bunun ölkəsi çıxa bilmir dünya çempionatına. Bəli, o psixoloji amil ona belə deyək də bu motivasiya məsələsində xeyli mane olacaq Çempionlar Liqasında. Özün sırf dünya çempionatına qoruyub saxlamağa çalışacaq ki, 28 ildən sonra və biz bir də nə vaxt vəsələ qazanaraq nə edərik? Yəni bu amilləri nəzərə o özünü qoruyacaq. Braziliya biz bilirik ki, məsələn Braziliyanın baxmayaraq zəngin heyəti var, oyunçular var. Məsələn, ora Ancelotti hər oyunçunu dəvət eləmədi. Chelsea-dən João Pedro kimi oyunçu qaldı kənarda. Onun əvəzinə indi mediada da yayılan məlumata görə Neymar dəvət elədi, düzdürmü? Məsələn, o cür oyunçuları seçib belə zərgər dəqiqlə seçən bir Ancelotti var və 11-liyə dəvət olunan oyunçular, milliyə dəvət olunan oyunçular fikirləşirlər ki, mən məsəl üçün filankəsin yerini tutub gələm, mən milliyə dəvət olmuşamsa, maksimum dərəcə özünü qorumağa və Ancelottinin məsəl üçün onları etimadını doğrultmağa çalışacaqlar da. Ona görə də burada Kvaratskhelia amili, bu adamda artıq o psixoloji şey yoxdur, yük yoxdur. Adam tam sərbəst, tam rahat şəkildə bütün gücünü meydanda qoyacaq ki, hamıdan çox o istəyəcək. Bəli, bilirsinizmi niyə? Ən çox Çempionlar Liqasında bu sezon Paris Saint-Germain heyətində adı hallanan Dembeledən də daha çox deyərdim ki, odur. Və bəlkə də o da düşünür ki, mən bu Çempionlar Liqasında qol vursam və ya da komandama qələbə qazandıracaq hər hansı bir oyun sərgiləyə bilsəm, bu sezon mən qızıl topa əsas namizədlərdən biri olacağam. Yəni üstlükdən biri olacaq. Mən elə gəlir Kvaratskhelia da bu fürsəti əldən verməyə çalışmayacaq. Yəni maksimum dərəcədə gücünü ortaya qoyacaq. İkinci adda Kvaratskhelia-dır məsələdə. Maraqlı yanaşmadır Təhməz. Təşəkkür edirəm fikrin üçün. Həsən, mən bir səninlə hansı tərəfdən yanaşmaq istəyirəm? Məsələn, Arsenal bu il çempionluq üçün çox əziyyət çəkdi də. Yəni izlədik Təhməz, gördük ki, çempion olmaq üçün düzdür. Deyirlər 1-0-lıq qələbələr, 2-1-lik qələbələr, amma yəni İngiltərə Premyer Liqasında çempion olmaqda çox çətin məsələdir. Yəni bu reallıqdır ki, Fransa çempionatı ilə müqayisədə İngiltərə çempionatında çempion olan komanda çox əziyyət çəkir. Elə bunun da mən sübutu kimi deyərdim ki, məsələn 2 dəfə burada treble eləyən komandalar olub, hər üç kuboku qazanan. Biri
səhv eləmirəmsə 99-cu ildə Manchester United olub. Biri də yəni bu yaxınlarda Manchester City oldu. Yəni bu da onu göstərir ki, liqa çox çətindir. Burada mübarizə aparmaq çox çətindir, finala çıxmaq çox çətindir. Yəni o performansı qorumaq çox çətindir. Sənin fikrincə bu Arsenalın bu ilki məncə Arsenalın ümumiyyətlə əsas hədəfi çempion olmaq idi. Uzun müddət keçmişdi, artıq 22 il vaxt keçmişdi, yetişmişdi və bilirsən də bu 9 ildir Arteta ordadır. Yəni bu sonlara yaxın 2-ci yer, 3-cü yer, hər dəfə çalışırlar daha çox 2-ci yer tutaraq City-ni keçə bilmirdilər. İndi bu il fürsət düşdü, çempion oldular. İndi səncə Təhməzin də dediyi tərəfdən biraz yanaşsaq, oyunçular psixoloji olaraq yəni biz əsas missiyanı görmüşük, Çempionlar Liqasını qazansaq nə gözəl və o yorğunluğu, liqanın uzun mərhələnin, o marafonun yorğunluğu görsənəcək oyunçularda, yoxsa nətər? Burada İngiltərə Premyer Liqasının çətinliyi öz yerində. Yəni yeri gələndə bəzi versiyalara görə deyirlər Çempionlar Liqasından da çətindir. Yəni futbolun NBA-yi də deyirlər İngiltərə Premyer Liqası. Və burada da neçə ildir Arsenal belə deyək də çox ciddi müqavimətlə rastlaşıb. City olmadığı dövrdə hələ 10 il əvvəl Leicester ən fürsət olduğu məqamda qalib gələ bilmədi. Bir anda yəni sürpriz bir şəkildə Leicester çempion oldu. Amma Arsenalın oyunçularında o rahatlıq təbii ki var. Çünki əsas missiya azarkeşlərdən də gözlədiyi missiya Premyer Liqanı qazanmaq idi. Amma Çempionlar Liqası yəni planda yox idi da bu il üçün. Amma belə bir məsələ var ki, tarixi yazmaq Arsenal 20 ildən də biraz çox əvvəl də tarix yazmışdı. Məğlubiyyətsiz çempion olmaqla bağlı. Bu klubun biraz genetikasında tarix yazmaq var. Az eləyir, amma yadda qalır. Yəni bu ildə yadda qalmağın yeganə yolu ki, bu tənqid olunan oyundan hər ikisini, həm Çempionlar Liqasını, həm Premyer Liqanı qazanmaq. Məncə Arteta Arsene Wenger'i üstələməyin yeganə yolunun olduğunu bildiyi üçün, yəni Çempionlar Liqasına tam fokuslanacaq. Burada başqa bir məqam da odur ki, Kvaranın dediyi kimi əlinə fürsət düşüb Ballon d'Or üçün, razıyam o məqamdan. Amma PSG-nin hücum xəttini dayandıra biləcək gücdə bu dəqiqə dünyada təkcə yeganə müdafiə məncə Arsenaldadır. Çünki o komandanın strukturunu danışsaq, müdafiədən başlayacağıq, qapıçıdan başlayacağıq. Raya bu il çox möhtəşəm performans göstərir. Sonra Gabriel, Saliba, Declan Rice. Əsas o almaz deyirlər də, dördlü düzəlir. Ondan sonra cinahlar ortaya gedir. Arsenalın taktikası budur. Bu müdafiə kompaktlığı taktikaya görə mən düşünürəm ki, əgər oyunun kimyası başdan necə başlasa, ona uyğun davam edəcək. Əgər PSG oyun əvvəlində hesaba aça bilməsə, Arsenal qol vursa, indi o ənənəvi küncdən zərbə taktikası ilə yəni necə. Ondan sonra oyunun bütün dominantlığı Arsenalın əlində olacaq. Yəni məncə oyunun ilk 10-15 dəqiqəsi həlledici rol oynayacaq. Bu hər kimizə verirəm bu sualı, mənə çox maraqlı. Keçən il finalı izlədik. PSG Interi demək olar ki, çox rahat şəkildə 5-0. Yəni oyun başlayıb oyunun hardasa bir 15-20 dəqiqəsindən istənilən neytral azarkeş. Hətta mən deyərdim Inter azarkeşin özləri də başa düşdülər ki, PSG qalib gələcək. Kubok artıq. İndi bu oyunda da belə bir oyun bizi gözləyə bilər, yoxsa Arsenal fərqli bir yanaşacaq oyuna yəni? Buyur Təmiz. Düzü deyim, Murat, sənin sual var, cavabı mən statistika ilə yenə deyəcəm, rəqəmlərlə. Bu sezon PSG 16 oyuna 44 qol vurub. 16 oyuna 44 qol, bu ortalama təxminən hər oyuna 3 qol deməkdir. 60% topa sahib olmadı, 90% dəqiq ötürmələrdir. Yəni bütün bu gedişat hamısı yenə deyirəm, Luis Enrique'nin PSG-də qısa müddətdə gördüyü işin nəticəsidir. Mən elə gəlir ki, Paris Saint-Germain burada da yenə öz dominant oyununu oynayacaq. Arsenal təbii ki çox güman ki, oturacaq əks hücumlara, bel bağlayacaq. Amma Paris Saint-Germainin dominant hücumları nəticəsində mən elə gəlir ki, Arsenal müdafiəsi yarılacaq və bu statistikanın üzərinə digər rəqəmlər də əlavə olunacaq. Amma Təməz, fikir verdinsə PSG-nin Bavariya ilə ikinci oyunda, birinci oyun yox, 5-4-lük oyun yox. İkinci oyunda PSG sanki göstərdi ki, biz müdafiə də oynaya bilirik. Yəni hamı gözləyirdi ki, həmin cür intensiv oyun, hücumlar, yəni futbolu maraqlandı, qol hamıda elə bir oyun izləyir. Hamı oyunu gözləyirdi, amma oyun 2-1 hesabı ilə başa çatdı və PSG oyunda elə bir balans yaratdı ki, yəni biz baxdıq ki, PSG əslində müdafiə də oluna bilir. Yəni bu istəyəndə istənilən rəqibə qarşı bu biraz elastikdir də, yəni sanki elastik klubdur. Yəni müdafiəsini də saxlaya bilir. İstənilən baş məşqçinin B planı olur. İstənilən baş məşqçinin. Əgər oyunun gedişindən asılı olaraq məsələn məşqçi görür ki, burada əgər bu üstünlük bundadsa, hesabda, oyunda bunun tərəfindədirsə, təbii ki, orada artıq o belə deyim müdafiə amilini də işə salacaq, hesabı qorumaq üçün. Yəni mən düşünmürəm ki, finalda biz Paris Saint-Germain timsalında müdafiə futbolu izləyəcəyik. Yenə belə də artıq adət eləməyə
izləməyə alışdığımız hücum futboluna şahid olacağıq və mən bol qollu bir final gözləyirəm. Keçənki kimi. Ümid edirəm ki, Arsenal o qədər əzilməz bu finalda, amma Paris Saint-Germain təbii ki, yəni o dueldən də qalib ayrılacaq. Burada belə bir məqam var ki, PSG hücum futbolunu çox yaxşı oynayır. Amma Bavariya oyunda gördük ki, onların ikisinin də əslində ilk oyunda müdafiəsi elə də güclü deyil. Hə, ondan çox danışan olmadı. 9 top bir oyunda buraxılırsa, deməli müdafiədə ciddi boşluq var. Və belə bir məqam var ki, PSG-nin indiyənə kimi lap keçən ildə qarşılaşdığı komandaların kimyası olaraq götürsək, müdafiə futbolu oynayan komandalarla demək olar qarşılaşmır. Interdə yəni hesab olunmaz. Çünki Interdə yəni İtaliya komandası olsa da oyunu müdafiədən quran komanda deyildi. Keçənki Interdən söhbət gedir. Amma bu il ilk dəfə məncə PSG sözün əsl mənasında ağır bir daşla rastlaşacaq. Bu, yəni Arsenalın müdafiəsi, oyunu müdafiədən qurmağı PSG-nin belə deyim də əsas qolları hansılardır ki, Əşrəf Hakimidir, Kvaradır. İki cinahı əgər Arsenal bağlasa, PSG-də məncə orada yəni bir fokus göstərə biləcək oyunçu sayı çox da deyil. Həsən sözü üzr istəyirəm, kəsimə görə. Mənə elə gəlir ki, burada Kvara, Əşrəf Hakimi sadəcə PSG-nin görünən fiqurlardır. Orada PSG-nin sehirli çubuqları var. Bunlar Duedir, Vitinyadır. Təbii ki, onlar Mendeşin özü, yəni solda yəni müdafiədə bəlkə də elə əsas silahı Nuno Mendesdir. Çünki PSG müdafiədə belə önə çıxan bir oyunçu mən cinahına görə hazırda Mendes dünyanın demək olar ki, Mendeslə Sakan duelini izləmək çox maraqlı olacaq. Daha görə yəni hansı üstə gələcək. Yox, amma belə bir şey var ki, Oliseni bağlayan Sakan bağlayacaq məncə. Yəni onun bir başçısını izlə, belə deyək. Çox müddət danışırsan. Sən adı yavaş-yavaş keçsən biz tərəfə. Saka tərəfdən ümidim yoxdur. Mən Arsenalın müdafiəsinə əsasən güvənirəm ki, o müdafiə baryerini PSG qıra bilməyəndən sonra Arsenal oyunda istədiyi nəticəni əldə edəcək. Arsenalın çünki istədiyi nəticə 0-0 da Arsenalın istədiyi nəticədir. İlk hissədə 0-0 artıq PSG-nin planlarının suya düşməsi deməkdir. Valla bu dünya çempionatı öncəsi, bu bir öncəsi bir futbol bayramıdır. Futbol bayramı olacaq, bir ay çəkəcək dünya çempionatı. Amma bu növbəti bir futbol bayramıdır ki, məhz mənə elə gəlir ki, böyük Arsenalın azarkeşlərdə, Paris Saint-Germain azarkeşlərdə bu maçdan gözəl, baxımlı oyun görmək istəyirlər. Kimsə otursun finala, mən düşünmürəm ki, Arsenal azarkeşlərdə çox olmuyor, hə, amma finallarda adətən baxımsız olur. Baxımlı oyun keçən il məsəl üçün səhv elədi orada PSG-yə qarşı. Açıq futbol oynadı, Inter onun cəzasını çəkdi. Böyük ehtimalla Arsenal bu baxımlı oyun. Mən biraz belə deyirəm də, elə bil məncə bir hardasa 51-49% deyirəm ki, Arsenal qələbəni daha çox istəyəcək. Çünki istər-istəməz bayaq dediyimiz kimi PSG-nin keçən il çempionluğu da var. PSG də istəyəcək 100% çempion olmaq istəyir. Sözsüz belədir. Amma məncə Arsenalın tarixində heç vaxt Çempionlar Liqası kuboku olmayıb və belə bir fürsət hələ düşüb. Çempionda olublar. Məncə biraz daha çox istəyəcəklər, daha çox çalışacaqlar. Amma yenə də nə bilim, PSG-nin o gücü, o şeyi adamı biraz vahiməyə salır da ki, istər-istəməz fikirləşirsən ki, yəni o qədər də rahat oyun olmayacaq. PSG-nin Bavariyadan başqa məsəl üçün bu il hansı dominant oyun oldu? Hə, indi oturub belə bir fikirləşsək, bəlkə də biraz tapmaq çətin olar. Elə bir baxımlı oyun. Çünki PSG adətən yanvardan sonra xodlanır da. Yanvara kimi zəif oyun, keçən ildə yanvara kimi zəif oyun gəldi. Fevraldan etibarən PSG fərqli bir futbol göstərdi. Həqiqətən çox baxımlı, çox hərtərəfli futbol göstərdi. Amma bu il PSG məncə stabil gəlirdi. Bavariya oyunda ikisi açıq futbola keçdilər və bir anda PSG keçənki PSG-ni xatırlatdı. Yəni PSG-nin bu il indi liqası elə bir liqadır ki, çox baxımlı liqa deyil və orada PSG çox rahat tutur. Yəni öz dominantlığını qoruyur. Yəni oyunun belə deyim də, əsl oyununu göstərə biləcəyi oyun məncə Bavariya ilə ikinci oyun yaxşı oyun göstərdi. Yəni orada gördük ki, PSG hər tərəfli həm müdafiədə, həm hücumda sistem qura bilir. Amma orada da müəyyən qədər Arsenal xatırlatdı ikinci oyunda PSG. Düzdür, razıyam. Bir də PSG-nin o dəfə bir müddət əvvəl bu Luis Enrique müsahibə vermişdi. Orada maraqlı bir məqamat oxumuşdu ki, Luis Enrique dedi ki, mən oyunçularıma balans elə yaratmaq istəyirəm ki, yəni məsələn mən yanvar ayında deyir, bu ilin yanvarında futbolçularıma 10 gün istirahət verdim. 10 gün istirahətdə məsələn Luis Enrique məncə bunu rahat deyə bilirdi. Yəni Fransa çempionatında 10 gün istirahət verirsən, qayıdırsan oyunçuları forma qaytarmaq, sənin üçün ya orada xal etkisi belə sənin üçün o qədər çətin olmur onu bərpa eləmək. Amma Arsenalda bu lüks yoxdur. Sən oyunçulara Premyer Liqada 3 gündən 10 gün istirahət verə bilmərsən də bu çox çətin məsələdir ki, sən ona 10 gün istirahət verəsən. Ona görə heyətinin yarısı zədəlidir onsuz da. Yəni il boyu zədələndi Arsenalın heyəti. Çünki
çox ağır, yəni orada kubok sayı da çoxdur da. Kubok sayı da çoxdur, o birisi kuboklarda hədsiz çox kubok sayı var. Yəni hamısını oynayırlar. Ona görə yəni bir həftə ərzində 3-4 oyun keçirirlər. Arsenalın heyətinin hələ axıra kimi gəlib çıxdığını görməmişik indiyənə kimi. Bu il belə nə qədər zədələr var. Razıyam. Yaxşı, gəlin onda belə eləyək də. Bir çox qısa cavab istəyəcəm. Hesab təxminləriniz ki, yəni oyunda hesab necə bitəcək? O təxmin demək çətindir, hesab təxmini demək çətindir. Amma mənə elə gəlir ki, əsas vaxtda elə Paris Saint-Germain qalib gələcək 2 top fərqi ilə. Amma konkret dəqiq bir hesab demirsən, amma 2 top fərqi ilə qalib gələcək. Həsən sənin fikrincə? Arsenal klassik Arsenal 1-0 qalib gələcək. İlk dəqiqələrdə necəsə ikinciden zərbədən o qol vurulacaq. Oturacaqlar müdafiəyə. 90 dəqiqə əsl biz futbol yox, fəlsəfə görəcəyik. Sokratdan falan statlar gətirəcəyik ki, yəni çünki onların sistemi budur. Sistemi budur və bunu da tənqid eləməyi mən çox da düzgün hesab eləmirəm. Amma Həsən deyirsən indi hazırda əlində olan forma geyinən Henry'nin dövrünün formasıdır. Onların Bergkamp'ın, Henry'nin dövründə mən deməzdim ki, Arsenal yəni əzəldən bu oyun sistemi ilə gəlir. Bu Arteta'nın futbol fəlsəfəsidir, bunlara yatırıb. Arsenal həmişə hücum futbolu ilə belə deyək də göz oxşayıb İngiltərə Premyer Liqasında son 2-3 il ərzində məhz sən dediyin məqamını sırf müdafiə ilə daha çox oynayır və o belə deyək də bir topana kifayət edir ki, 3 xal görsün. O məncə özünün müdafiə sistemidir. Yəni həyatda qalmaq taktikasıdır. Bir neçə il əvvəl bu Arda Turanın bir müsahibəsində gördüm. Türk futbol haqqında danışanda deyirdi ki, bizim əlimizdə Walker yoxdur. Deməli biz birə-bir oynamalı deyilik də, kompakt oynamalıyıq. Küçdən zərbələrin üzərində işləməliyik, müdafiə futbolunun üstündə işləməliyik. Məsələn, o deyəndə Türkiyədə tənqid olundu ki, niyə ölü futbol istəyirsən Türkiyədə? Amma onun çəkdiyi misalın əsası oydu ki, Türk komandaların gücü o deyil. Barcelona kimi deyil, PSG kimi deyil. Onda sən Atletico Madrid stilini mənimsəməlisən. Arsenalın da yəni Henry'nin Bergkamp'ın vaxtlarında yəni topçular deyirlər də, yəni sözün əsl mənasında əsl futbol, hücum futbolu oynanırdı. Amma indi Arsenalın əlində o güc yoxdur. Və məncə Arteta da bunu başa düşdü ki, komandanın hansı sxem üzərində qura bilərsə, ən yaxşı versiyası müdafiəçilərdir, dayaq yarım müdafiəçilərdir. Yəni hücumda Kvara yoxdur da əlində, Dembele yoxdur. Sözə qüvvət, üzr istəyirəm. Mənə elə təsdiqləyərsən, bu il 2025-26 sezonunda İngiltərə Premyer Liqasında Arsenalın çempion olmasının səbəbi Arsenalın güclü olması deyil idi mənə elə gəlir. Belə deyək də stabil oyun oynayan rəqibləri olmadı. Manchester City stabil olmadı, Liverpool stabil olmadı. City axırlarda biraz toparladı amma artıq itirdiyi 3 xal fərqlə oldu da yenə də. Yəni 3 xal 4 xal fərqlə oldu. Manchester City çox xal fərqi də olmadı. Sir Alex Ferguson qəşəng bir dənə sözü var. O tez yada salam. O deyir ki, çempion olmaq istəyən komanda heç vaxt kiçik klublara xal itirməməlidir. Sənin çempionluqdan eləyən sənin məhz kiçik klublara itirdiyin xallar olacaq. Məhz bu sezon bəli 3 xal fərqi deyirsən. Manchester City-nin çempionluqdan eləyən belə deyək də heç kimin gözləmədiyi, outsider hesab elədiyi komandalara məğlubiyyətlər nəticəsində ortaya çıxdı. City udmuşdu, Arsenal 2-1 udmuşdu ikinci oyunda. Birinci oyunda heç City öz əlindəydi, Everton'un üstü elədi. Everton'dan sonra artıq məsələ bağlandı. Amma yəni yenə də mən necə deyim, Arsenal elə fikirləşirəm ki, bayaq dediyimiz məsələyə qüvvət olsun. Arsenal illərlə oynadı hücum oyunu. Başa düşdü ki, artıq bu baxımlı futbol, qəşəng futbol, hamı, yəni ki, hansı futbolçunu sorsan Arsenal bəyənirdi də. Yəni başqa məsələn Barcelona fanatıdır, amma Arsenalın oyununu bəyənir, xoşuna gəlir. Gördük amma nəticə yoxdur. Futbol var, nəticə yoxdur. Və Arteta gələndə o həmin taktikanı davam elətdirirdi. Sonra artıq bu son 2 ildə Arteta başa düşdü ki, yəni bu taktika ilə, bu oyun stili ilə, bu şeylə nəticə qazana bilməyəcək. Ona görə maksimum dərəcədə nəticə qazana biləcəyi qədər islahatlar apardı klubda və sən dediyin kimi bu müdafiəni gücləndirməklə, qapıçını gücləndirməklə, hətta onun bir müsahibəsi var. Yəni adam biraz belə dəlidir. Guardiola tələbəsi də normaldır. Yəni Arteta'nın bir sözü var, deyir hətta mən Burnley ilə oynayıblar. 2-0 hesab elədi. 89-cu dəqiqədə qapıçını dəyişmək istəyib. Yəni köməkçi məşqçilər deyib ki, nəyə ehtiyac var da qapıçını dəyişmək. Yəni uduruq olsa başqa bir məsələdə qapıçı olsa qalıb da, yəni bizə qol da vurmayıblar. Yəni biraz belə fərqli düşünən insandır. Məncə elə Arsenalı yəni düzdür, dəyişib, 180 dərəcə dəyişib, amma məncə Arsenalda qalmalıdır Arteta. Çünki klubun sanki ruhuna işləyib. O bir antitezisdir də. Yəni müəyyən bir sistemin antitezisi olaraq yaratdı bunu.
Yəni Guardiola yanında işlədi. O futbol Arsenal illərlə də oynadı. Arsenal uğursuz olduğu dövrdə belə baxımlı futbol Bax, oynayırdı. məsələ odur, hə. Həmişə deyirdilər ki, o şərəfli məğlubiyyətlər, şərəfli ikincilik Arsenalın adı ilə Arsenal qalmışdı. 4-cü yer olurdu çox Olurdu, vaxt. amma çox üçüncü qəşəng yerdə, amma futbol çox qəşəng oynayırdı. futbol oynayırdı. Yəni son 2 ilə kimi Arteta'nın dövründə də, ondan əvvəlki dövrdə də hücum futbolu, baxımlı futbol, amma nəticə yox. Maksimum 4-cü yer, 3-cü yer, Çempionlar Liqasında bir dəfə final. Yəni əldə tutulacaq uğurları sadəcə bir dəfə Bir də 2003-də. Çempionlar Liqasında heç vaxt bəxtəri gətirmirdi klubun. Yəni Heç yadınızda vaxt qalıb Bir qalmayıb. Real'a qənimiydi. Qrup mərhələsi olanda, qrup mərhələsi var. Hələ bu liqa mərhələsi olmayanda. Qrupdan çıxırdılar. 8-də 1-də ya Bavariya düşürdü, ya Barsa düşürdü. Ya Bavariya düşürdü, ya Barsa Bir düşürdü. şey ki, son 70-80 ildə bu komanda cəmi 2 dəfə final gördü. Hə, yəni bu bəxtəri Arsenal gətirmirdi. Çempionlar Liqasında zəif komandalardan çox yaxşı futbol oynamır. Hə. Arsenal adətən Real kimi komanda ilə. Realın qənimidir məsələn. Nə vaxt oynayıblar Real udub. Keçən ildə 3 Keçən də oldular ha. 2 dənə cərmə zərbəsi. Stabillik yoxdur. Arteta o stabilliyi yaratsa orada ola bilsin ki, artıq növbəti Ona görə il yəqin daha- ki, bu sistemi seçib. Stabilliyi qorumaq üçün bu sistemi seçib çox güman ki. Zədələr amili də orada böyük rol oynayır hər halda qərarlarında. Çünki oyunçuların böyük əksəriyyəti mövsüm boyunca zədələndi. Məhz nəticə əldə etmək üçün məcbur idi ki, bu sistemdə oynasın. O da ola bilər. Məsələn, Göyçək istədiyi nəticəni vermədi. Vermədi, hə. Versəydi bəlkə də Daha yaxşı dəyişərdi müəyyən olardı, qədər. hə. Amma gördü ki, istədiyi nəticəni vermir, qayıtdı yenidən müdafiə futboluna. Ola bilər. Yaxşı, bəs qızıl topla bağlı da biraz danışaq. Yəni bilirsiniz də qızıl top artıq 2-3 ildir ki, qərar verilib ki, mövsümə görə veriləcək. Mövsümə Əvvəl 1 ilə görə verilirdi, yəni 1 ilə. İndi mövsümə görə. Düzdür, indi qabaqda dünya çempionatı da var. Bunda çox ciddi təsir olacaq dünya çempionatında bu qızıl top veriləcək oyunçuya. Sözsüz hələ onu bilmirik ki, ora necə olacaq, nəticə necə olacaq, inşallah hamımız bir yerdə görəcəyik. Yəni indi bu elə bir ki, belə deyək də, tutaq ki, iyunun 10-u qızıl topu verəcəklər, 11-də çempionat başlayır. Yəni siz kimə layiq görürsüz qızıl topa? Mənim ağlıma çıxıb heç bir elə bir futbolçu gəlmir, tam o səviyyədə bir futbolçu ağlıma gəlmir. Yəni amma mən maraqlıdır fikirləriniz ki, Bavariya biraz irəliləsəydi, Kane demək olardı. Tamamilə razıyam. Amma Bavariya da gəldi yarım final. Hə, ya ona görə deyirəm ki. PSG-dən olsa Kvaradır. Yəni Yəni çox arzulayaram olsun. PSG böyük Düzdür, ehtimalla verməzlər, finalı amma- qazansa, qazanmaq ehtimalı yüksəkdir. Amma dediyin kimi məncə də verilməz. ona verməyəcək. Dembele Üçlüyə qazanan- falan düşəcək yəqin ki. Dembele qazana bilər yenə. Fransadakı Bir də hə, performansını- Fransa məsələsi Amma bir var. məsələ var da, Fransa gəldi çempion olsa, birinci namizəd Mbappé. Amma Mbappé nə də bu il heç nə. Heç nə eləmədi, amma Fransa millisinin əgər çempion olacaqsa, orada önə Deyəsən, çıxacaq orada adam. gərək elə bir fantastik oyun nümayiş elətdirsin. O dünya ki, çempionatında yəni o mənim fenomen səs- Ronaldo modunu açır da, onsuz da Hə. dünya çempionatı Mbappé, gəlir. hə, yəni finalda 3 dənə qol vurmaq, yəni asan məsələ deyil də. 14 gol falan vurub da. Hə, Yəni yəni- keçəcək Bu yaxınlarda Olisenin məsələn ən yaxşı ölkələr üzrə oyunçuların adlarını sadaladı. Olise açıqlayır. Böyük Britaniya İngiltərədən Kane deyir. Məncə də Kane əgər İngiltərə yarım finala qədər dünya çempionatında yer eləsə, ona kifayət edəcək mənə gəlir ki, qızıl topu götürməyə. Mənə elə gəlir. Çünki bildiyimiz kimi, yəni bu Ballon d'Or şeyə görə verim, jurnalistlərlə yanaşı futbolçuların da Futbolçuların da rəhbər, fikirləri, məşqçilərin də bəli. rəhbərləri vacibdir. Hə, səs Yəni verməz. artıq bir neçə dənə tanınmış məşhur futbolçudan sırf Kane üzərində dayandığı açıqlamalar gəlir çatır. mövsümü fantastikdir. 50 neçə gol, 60 Bəli. gol vurur. Son kubokun finalında da hat-trick elədi adam. Komandasında əsas belə deyə pay sahibi Bu 60 gol vurub, 54-dü neçədə gol vurub. Yəni bu rəqəmləri biz Ronaldo Messi vaxtında görürük. Və mənə elə gəlir ki, məhz onun da belə deyək də o qrup vaxtlarında artıq karyerasını başa vurmaq dövrləri yaxınlaşdığına görə məhz jest olaraq Kane-ə ola bilsin ki, qızıl topu vermək üçün səs soruldu. Amma dünya çempionatındakı performanslar təsir eləyəcək. Əgər məsəl üçün dünya çempionatında 2022-dəki Messi kimi tək bir oyunçu performansı olmasa, belə deyək də, yayılsa performans, onda dünya çempionatına çox fikir verməyəcəklər. Əsas Çempionlar Liqasına yönələcəkdir. İngiltərə finala çıxmasa, ciddi nəticə göstərməsə, məncə Kane-in yəni əlində sadəcə bir tutul qalır. O da Almaniya Bundesliqası. Ona görə onun Ballon d'Or almaq ehtimalı çox müzakirə yaradacaq. Amma finalda PSG qalib gəlsə, Dembele'nin şansı çoxdur. Çünki Fransa millisində oynayır. Sonra Portuqaliyalıların şansı çoxdur. Çünki Portuqaliya çox güclüdür. Amma Bütün yolda ya- İspaniya amilini də unutmayaq. Mənə elə gəlir ki, İspaniya daha hazırda, ən çox gözə girəcək, yadda qalacaq oyun göstərən futbolçu düzdür. Konkret seçmək çətindir. Amma Lamin İspaniyada Yamal var. Yamal da var. biraz. Yamal var. Yamal da ki bu sezon Hələ demək olar tezdir klub onun. səviyyəsində, Ballon d'Or yəni tezdir. ciddi gözə çarpacaq bir şey olmadı da. Yəni razılaşaq ki, O Ballon d'Or alacaq, amma məncə bu il yox. bu il Nə almayacaq vaxt məncə alacaq? də, bəli.
Ona görə də əsas 2 dənə favorit var mənim üçün. Keyn və Dembele. Onlar da dünya çempionatında göstərəcəyi oyundan çox şey asılı olacaq. Dembele oyun olaraq o oyunu göstərməyib açığın yəni. Arsenalda niyə heç demirsiniz? Arsenal Arteta. Arsenal Ryan deyə bilərik ya da Çinçdən zərbə məşqçisini deyə bilərik. Onun haqqıdır. Orada Arsenalda yoxdur. Qapçı ola bilər. Ryan. Heç kim yoxdur Arsenalda. Ryan hansı millidə idi? İspaniya millisində də. İspaniya çempion olsa, Arsenal Çempionlar Liqasında olsa Ryan yetimə niyə verməsinlər? Qapıçılar axırı səfər nə vaxt eləyib ki, bağlı. Bir dənə Leviaşin. Hə, bir dənə oldu. Bir çünki qapıçılara xüsusi mükafat yaratdılar. İndi o verirlər də, o xüsusi mükafat. Amma bir performans olaraq oyunçudur da bu da. Yəni məncə haqqı verilməlidir. Neuerin də bir dəfə almalı idi Neuer. Çünki dünya çempionu oldu. Yox, qardaş, gözlə hələ bir Çempionlar Liqasını qazanacaq bu komanda. İspaniya ümid edirəm ki, gedəcək finala kimi. Çünki bu oyundan haqq eləyirlər. İndi görək dünya çempionatı başlayanda necə o performans göstərəcək. Amma Arsenalda əsas Ryan orada necə performans göstərəcək. Bura kimi Raya böyük rol oynayır. Çünki Arsenalın komandanı oxuyanda müdafiə üzərindən oxuyuruq deyə. Rayadır, Gabrieldir, Salibadır, Declan Rice'dir. Yəni bu 4-lü üzərindən oxuyuruq da komanda. Finalda da əgər İspaniya ilə yaxşı nəticə göstərsə dünya çempionatında və hər ikisində çempion olsa, mən düşünürəm ki, Rayanı dəyərləndirəcəklər. Çünki başqa ehtimal çox azdır. İspaniyada yamala verə bilər. Niyə belə də fikirləşir? Arsenal deyək ki, Çempionlar Liqasını götürdü, çempion olub. Bayaq İngiltərə dedik də, İngiltərə dünya çempionu oldu. Yəni Saka heç layiq deyil. Saka. Yox, Rice. Niyə? Saka o deyil. Yox, məncə nə bilim, Saka da məsələn, çox 2 il əvvəlki Saka deyil artıq. Həm də yaşda gedib artıq. Yəni Declan Rice indi ciddi namizəddir. O da namizəddir. Hə, Declan Rice ciddi namizəd hesab olur, amma mən nə bilim. Öz mövqeyinin ən yaxşı. Məncə Arsenalda da var, həsən var elə oyunçular ki, yəni həqiqətən də Ballon d'Or verirsə. Sadəcə tapa bilmirik. Yadırğanmadım məncə. Milli Arsenal biraz arxa tərəfdən güclüdür deyə, müdafiə tərəfdən güclüdür deyə. Orada yəni milli komandada nəticə göstərə biləcək bir oyunçu çox gözləmir. Artıq da bizim bu müzakirəmizi eşidəndən sonra canımızın Alam əməli başlayıb müdafiə oynayacaq. Oyun başlayacaq. Artıq da müdafiədə deyəcək getməyin qabağa. Getməyin qabağa. Çünki Çinçdən zərbəsi yeganə yoludur Arsenalın. Hə, bir də indi bildik də bu sezon qurtardı, liqalar yekun vuruldu. Ümumi istəyirəm ondan biraz bağlı fikirlərimizi öyrənim də. Məsələn, İngiltərə Premyer Liqasında 5 komanda getdi. Aston Villa da qoşuldu Çempionlar Liqasına gedənlərin içinə. Liverpooldur, Manchester City'dir, United gözlənilmədən çox gözəl təyinatla, Carrick'i təyin eləməklə baş məşqçi postuna birdən-birə elə performans göstərdi, 3-cü yerə qədər yüksəldi. Hətta Liverpool da keçdi. Yəni sezon bir dönəmi var idi ki, Manchester United 7-8-ci yerdədir, yəni Chelsea 3-cü yerdədir. Chelsea 10-cu yerdə bitirdi, Manchester United 3-cü yerdə bitirdi liqanı. Yəni möhtəşəm performans. Eyni zamanda İspaniyada da yaxşı nəticələr oldu. Çempionlar Liqasında da 5 klub getdi, üzr istəyirəm. Hə. Ya bununla bağlı fikriniz nədir? Genel gözləntilərimiz nədir? Yəni maraqlı olacaqmı yenə bu futbol bu qədər? Mənə elə gəlir ki, Carrick o bizim belə deyək də izləməyə adət elədiyimiz Manchester United ki var idi. Onun bir əvvəlki gücünü qaytaracaq nisbətən. Ruhu qaytaracaq. O ruhu qaytaracaq, bəli. Ruhunu geri qaytaracaq. Əlbəttə. Yəni o gələndə komanda axırlardaydı. O gələndən sonra ardıcıl qələbələr, yəni belə deyək də bir hissəsi var idi. Derbini uduzmadı ümumiyyətlə. Yəni heç bir derbini uduzmadı. Ona görə də mən Manchester United gələn il həm Çempionlar Liqasında yaxşı nəticə göstərməlidir. Düz demirəm gələcək finala kimi. Hər halda yəni artıq o təcrübəni yenidən yeni heyət, gəncləşmiş komanda ilə keçmək üçün yenə bir müddət lazım olacaq onlara. Amma o azarkeşdə Manchester azarkeşləri ki var, gözləyirlər. Oyunu görəcəklər artıq, o ruhu görəcəklər, hiss eləyəcəklər. Bir də dostlar, İtaliya çempionatına yekun vuruldu. Yəni Como getdi Çempionlar Liqasına. Əslində Fabregas yəni 2022-də Gəlbəkol futbolçu ol, 2023-də kapitan ol, 24-də məşqçi ol. Bünövrəsi elə o vaxtdan qoyulmuşdu əslində. Yəni çox qəşəng performans göstərdi Como, amma orada təəssüf etdiyim bir məqam var. Yəni Juventusla Milan Çempionlar Liqasına getmədi. Avroliqaya getdilər. Düzdür, Avroliqada da maraqlı futbol izləmək istəyirik. Adam məsələn Çempionlar Liqası deyəndə, yəni orada bir 10 dənə klub sayacaqsan, son içində Milanla Juventus var da. Yəni bu adam baxıb belə bununla ilə bağlıdır. Milanla Juventusun idarə etməsi ilə, ümumiyyətlə İtaliya klublarının idarə etməsi uzun müddətdir artıq çox belə ekonom rejimdə gedir. Pulsuz oyunçular al, yaşlı oyunçular al. Çox ciddi maliyyə problemləri var. Maliyyə problemləri var. Yəni oyunçular üçün də cəlbedici deyil. Modric yaşında, De Bruyne yaşında gedirlər də. İngiltərədə, İspaniyada performans göstərib yekun ora gedirlər. Amma əvvəl 90-larda, 2000-lərin əvvəlində İtaliya futbolu fərqli idi. Mini dünya çempionatı deyirdilər ora. Yəni bütün oyunçular ora gedirdilər. İndi idarə etmə problemləri var İtaliya klublarının. Yəni Milan məsəl üçün Milanın necə deyirlər, adı bəs idi Çempionlar Liqasına, amma o
klub idarəçiliyi, istər Juventus, istər Milan, yeri gəlsə Interin özündə o həddə çatdıra bilmirlər. Yəni top klub Inter həddindən bu çatdıra Bodo bilmirlər. Glimti uduzdu da. İndi Bodo Glimtin də əməyini yerə vurmaq istəmirəm. Yəni yaxşı oynadılar. Yaxşı oynadılar. Amma yəni Inter məncə Bodo Glimti uduzmamalı. Yəni keçən il finalçısan da, yəni. Hə də, yəni sən 8-də 1-də Bodo Glimti uduzma da. Yaxşı Arsenala uduzarsan, Yəni. PSG-yə uduzarsan, Bavariya uduzarsan bu başa düşüləndir də rəqəm. Amma Bodo Glimti uduzub, yəni Çempionlar Son Liqasında illərdə 2 dəfə finala çıxmısan, gəlib bu il sürpriz komandaya uduzursan. uduzursan. Və indi məsələn gələn ildə Inter gedir, Roma gedir, Napoli gedir, Como gedir, 4 klub gedir və mən yenə də məsələn onların içindən deyə bilmirəm ki, hansısa biri xüsusi bir performans O göstərəcək. İngiltərədə də var. Stabillik yoxdur, qardaş. Yoxdur. Gedən Stabillik klublar çox vəd vermir. Aston Villa çox vəd vermir Çempionlar Hə, Liqasında. vermir. Yəni Liverpool deyil. Hə, bir yerə qədər Arsenal fikirləşirsən deyil. də, hə. Yəni getməyəcək. İspaniyada gedən klublarda da var o məsələ. Məsələn, Villarreal gedir, Atletico Madrid gedir. Düzdür, Atletico Madrid Atletico Madrid vəd verir, amma Villarreal bilirsən ki, baxırsan ki, hə, yəni 8-də 1 böyük uğurdur da bunun üçün. Aston Villa da elədi. Yəni düz deyin, o nəticəni qazanıb gediblər ora. Amma yəni məsəl üçün onun yerinə seçim olsa Liverpool mı istəyər ki, getsin? Liverpool getdi onsuz, hə, yəni məsələn Chelsea getsin. Nə bilim, o top klub səviyyəsində klublar Tottenham şeydir, liqadan düşürdü. Bilmirəm, düşürdü. bir tər qaldı. West Ham, hə, elə ona da West- toxunacağam ki, West Ham getdi liqadan. Bu da çox belə oradan nə bilim mən məyus oluram biraz o şeyə. Çünki düz deyə, yəni yenə deyirəm, məsələn o biri rəqiblərə belə danışanda elə çıxır ki, yəni o birisi rəqib kim getsin yaxşı West Ham yerinə. West Ham getdi, amma nə o qədər tarixi klub, o qədər oyunlarını izləmişəm, o qədər yaxşı oyunçuları olub, liqada həmişə yaxşı performans göstərib. Demək olar ki, böyük alfaq komandalarına qarşı həmişə ciddi mübarizə aparıb. West Ham kimi komanda yetirmələri çox olub. Yetirmələri çox olub. Lamparddı, çox. Hə, yəni məsələn Tevezin orada oynadığı vaxtlar var idi, bilmirəm yadınıza gəlmir. Yəni meydan dağılırdı. Nə bilim, yəni belə bir komandanın ikinci liqaya düşməsi çox təəssüf edirəm, çox pis oldum həqiqətən. Çünki həqiqətən də Premyer Liqa onsuz da izlənəsi bir çempionatdır və onun gözlərindən biri elə West Ham idi, West Ham oyunları idi. Ümid eləyək gələn qayıdarlar. Məsələn İspaniyada da təəccübləndiyi məqamlardan biri, bilmirəm, Girona, hə, yəni bir il əvvəl, 2 il əvvəl Girona çempionluğu oynayırdı, Çempionlar Liqasını oynayırdı. Yəni böyük dörtlüyün Onlar da içindəydi. müdafiə futbolu ilə əslində nəticə qazanmış komandaydı. Və City futbol qrupun ora aiddir. tərkibindədir. Görünür oradan əllərini çəkiblər ki, Girona bu il. Hə, yəni heç Ərəblərdə idi. Digər məsələni deyim. Bu gün məsəl üçün Juventus və Interin vəziyyətini izlətsə, İtaliya millisinin vəziyyəti də həmin cürdür. Hə, həmin vəziyyət. Yəni onların yaşadığı fiaskonu bu gün İtaliya millisi yaşayır. Səbəb də ki, mənə görə mən elə düşünürəm ki, bu gün İtaliya çempionatı A seriyası ona görə məncə Avropada top 5-likdədir ki, sırf legionerlərin elədikləri transferlərin hesabına. Amma baxırıq ki, məsələn bu gün İtalyan məşhur bir futbolçusu varmı ulduz səviyyəsində ki, biz onun adını çəkək deyək. Məsələn Juventusda Kənan Yıldız Türkiyədən gedib hazırda Juventusun ən parlayan ulduzudur adam. Adını, soyadını, haqqını verir. Amma İtaliyada bu gün o boyda Juventusda, yəni biz ikinci bir İtalyan elə bir futbolçu yoxdur. Bir dənə təməz fikir verirsənsə, ümumiyyətlə sosial mediada falan mən fikir verirəm. İtalyan futbol fanatları keçmişdən fanat olanlardır. Yəni o set nəslini qəşəng dövrünü görən fanatlardır. Məsələn, müasir dövrdə mən inanmıram ki, kimsə futbola baxıb İtaliya çempionatını izləsin, İtaliya çempionatına maraq göstərsin. Yəni yaxud evdə məsələn atası baxırsa, oturub baxacaq elə. Yəni özü maraq göstərib. Hə, yəni futbola marağı olan bir uşaq, məsələn, televizoru açıb Premyer Liqanı, hətta Bundesliqanı, nə bilim, mən hətta deyərdim Fransa çempionatını belə izləsə daha sürətli, daha maraqlı oynar. Onun səbəbi Murad elə dediyimiz məsələdir. Yəni uğursuz nəticələr, ard-arda uğursuz nəticələrdir ki, məsəl üçün bu gün tutaq götürək biz öz nümunəmizdən, Qarabağ nümunəsindən. Bu gün Qarabağ bir adi birinci təsnimat mərhələsində oyun keçsin. Məsələn 32 min stadion dolacaq, düzdürmü? Niyə dolur qardaş? Çünki azarkeş ümid eləyir, inanır ki, komandası qalib gələcək. Bu gün İtaliyada fərqlidir vəziyyət. İtaliyanın ardıcıl seriyalı, belə deyək, Juventusun seriyalı o məğlubiyyətləri, uğursuzluqları, bəli, artıq yeni yetişən nəsilə o ümidi yaratmır. Artıq yəni otursun onu izləsin. Sən dediyin kimi məncə də, yəni qoca senior adından göründüyü kimi elə onun azarkeşləri belə deyək, yaşlı təbəqədir. Elə Qarabağ demişkən, son olaraq da istəyirəm biraz klublarımızın növbəti mövsüm, yəni Çempionlar Liqasında, Avroliqada, Konferans Liqasındakı performansı barədə danışaq. Yəni nə gözləyirik, nələr baş verə bilər. Düzdür, istəyirik ki, hamımız istəyirik ki, yəni mən məsələn çox istəyirəm, sizi bilmirəm, mən çox istəyirəm ki, həm Çempionlar Liqasında Azərbaycan klubunu izləyim, həm Avroliqada, həm Konferans Liqasında. Çox maraqlı olar, çox qəşəng olar. Təbii ki. İndi nəzərə almaq lazımdır ki, məncə Turan Tovuzun birinci mövsümüdür. Düzdür, Qurban Verdiyev amili var.
birisi də Rubində, yəni Barselonanı gedib Nou Campda məğlub eləmiş Məğlub adamdır. Yəni var Avropa təcrübəsi xeyli var. Rubinlə dəfələrlə Avroliqada oynayıb, dəfələrlə Çempionlar Liqasında oynayıb. Yəni bilir bu Avropa futbolunu belə deyək. Yenə də yəni Toronto'nun düzdür, rəqiblərdən asılıdır. Biraz ümid eləyirəm Qurbanverdiyevə görə. Yuri Verindova görə biraz Neftçiyə ümidim var ki, Neftçi də nəsə eləyə bilər. Düzdür, transferlər gözlənilir Neftçidə də. Biraz onu ümid edirəm. Qarabağ indi təbii ki, hamı Qarabağdan gözləyir ki, liqa mərhələsinə düşəcək. Qarabağdır. Amma indi görürük ki, transfer xəbərlərində Qarabağdan daha yüksək nəticə də gözləmək olar məncə. Hə, məncə artıq o liqa mərhələsində 8-də 1-ə öyrəşməlidir də. Yəni hə də mən onu gözləyirəm doğrudan da Qarabağdan. Düşən rəqiblərdən Çünki oralarda oynayır ki, Qarabağ. Hə, yəni oraların komandasıdır. Bizdə bizim komandalarda yəni nə qədər o liqa mərhələsindən sonrakı mərhələlərdə oynasa, bütün komandalarımız o qədər bizə yaxşıdır. Əlbəttə. Ona görə hamısını uğurlar arzulayırıq. Uğurlar arzulayırıq. Məndə. Qalır Sabahın Çempionlar Liqasında. O sürprizdir. O Aston Villa kimi bir şeydir, yəni sürprizdir. Hər şey ola bilər. Hər şey ola bilər. Hə, təbii ki, ümid eləyək ki, rəqibləri Sabaha məhz uyğun rəqiblər olar. Çünki gələrsən deyirsən də son play-offda, yəni elə bir rəqib düşə bilər ki, bizim özümüz belə Sabaha yəni günahlandıra bilmərik o rəqibə görə. Sabaha düzü, Sabaha ümidim, Sabahla bağlı ümidlərim çoxdur. Hə, Sabaha ümidim var, ay sağ ol. Həmişə ümidin olsun. Sağ ol. Ona görə ki, Sabah Qarabağla oynadığı o son oyunlar ki var, orada o ümidi yaratdı. Baxın, Qarabağ 10 ildən artıqdır. Avropada təcrübəsi olan bir komanda. Baxmayın, Azərbaycan klubu və elə bir təcrübəli komandaya qarşı dominant futbol oynadı. Çəkinmədi rəqibinə hücum eləməkdən, qollarını vurdu və mən elə gəlir Dambraskas yəni belə də ciddi dəyişiklik eləmədən bu sistemi qoruyub saxlasa və belə deyək də normal toxunuşlar eləsə transfer məsələsində biz Avropa və ya da konferans liqasında ən azından qruplarda oynayacaq bir Sabah görəcəyik ilk sezonundaca. Ümid edirəm. İnşallah. Təşəkkür edirəm Həsən sənə də, Təhməsə də təşəkkür edirəm. Çox maraqlı söhbət alındı. İnşallah izləyicilərimiz də bizim bu buraxılışımızı bəyənəcəklər. Bizi izləmədə qalın. Topalın növbəti podkastını izlədiniz. Bu dəfə Çempionlar Liqasından danışdıq. Siz də şərhlərdə təxminlərinizi yazın. Görək Çempionlar Liqasının qalibi kim olacaq? PSG yoxsa Arsenal? Təşəkkür edirik. Top artıq sizdədir.